O gümüş alırdılar ha, yəni anlayan, anlamayan, nə oldu həmin insanlar? Hara yoxa çıxdı? Biz bu işin uzmanıyıq. 18 ildir mən bu işlə məşğulam. Amma gümüş qalxanda tökülmüş ləhərəsi bir yerdən ki, gümüş alırıq. Düşüb qiyməti indi gümüş tanımırlar. Və bunlar melixiyordur, gümüş deyil. Yəni bunların üzəri, mınısı yazılanlar gümüş suyudur. Bunlar kilo ilə alınır. Yəni əridilib elə deyək ki, o məhsul çıxarılır tərkibindən. Gəl yaxına çək bunu. Bunlar artıq ədədləndir. Bax, burada gördükləriniz. Görürsünüz, bunlar ədədləndir. Baxın, burada nə görürsünüzsə, Nikolaylardır, Aleksandrdır. Bunlar hamısı ədədlə götürülür. Bax, bu medal da. Bu medal da ədədlə götürülür. Ümumi olaraq sizdə nə varsa, çəkin şəklini WhatsApp-a atın. Nömrəyə yerləşdirəcəm. Dəyərli dostlar, Sovet dövrünə aid 1931-ci ilə qədər olan qəpiklərin bəziləri aşağı əyar gümüşdür. Bu məhsulları isə qramla alırıq. Evdə istifadə etmədiyiniz gümüş əşyaları var, hansı ki qırıq, sınıq. Həmin əşyaları gətirirsiniz, çəkirik, qiymətləndiririk, deyirik. Bu nömrə zəng nömrəsidir. WhatsApp yoxdur. 099 661 59 59 Zərgərin nömrəsidir, paytaxtdadır. Mən isə Şabrandayam. Mən WhatsApp nömrəsi qoyuram. Bax, onu görürsünüz, dəyərli dostlar. 070 938 08 18. Bax, bu nömrəyə zəng vurmayın. Ancaq WhatsApp-a yaza bilərsiniz. Şəkil ata bilərsiniz. Hər kim məhsulun vermək istəyirsə, gətirsin, versin, qiymətləndirək, götürək. Bu qədər. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.